Salam dostlar, hər vaxtınız xeyir olsun. Yenə mən Azərbaycan Dünya İnformasiya Məkanında İctimai Birliyinin sədri Kamil Abdullayev. Bildiyiniz kimi bir gün öncə Reaksiya TV-nin rəhbəri Zaur Qəriboğlu'nun İsa Qəmbərlə arasında olan mübahisəyə mən də öz fikrimi bildirmişdim və orada kifayət qədər demək olar ki, mənə və eyni zamanda Zaur Qəriboğlu'na qarşı orada fikirlər səsləndirdilər, statuslar yazdılar və s. və ilaxır. Statusun birində bildirilir ki, Kamil müəllim, ölkədə gedən bu qanunsuzluqlar, bu haqsızlıqlar, bu rüşvət, bu məmur özbaşınalığı haqqında niyə danışmırsınız? Amma belə Zaur Qəriboğlu'nun bir kəlmə sözünə qarşı, Heydər Əliyevə qarşı hansı ki qeyd etdik danışığını siz işıqlandırırsınız. Gözəl insan. Mən hər bir şeyi işıqlandırıram, hər bir şey haqqında danışmışam. Profilə girərsən və orada bildirərsən. Eyni zamanda mənə çox təsir elədi ki, Zaur Qəriboğlu deyir ki, tarixin şahidləri Azərbaycan Xalq Cəbhəsinin necə yaranması haqqında bir layihə hazırlayıb və o layihəni həyata keçirilmiş güya. İndi bilmirəm. Amma Zaur Qəriboğlu'nun verilişlərinin demək olar ki, əksəriyyətini mən izləyirəm. Ömür boyu bu insan o müxalifət partiyasının nümayəndələrini dəvət eləyibdi və Azərbaycan Xalq Cəbhəsi, Azərbaycan Xalq Cəbhəsində baş verən negativ hallar, Azərbaycan Xalq Cəbhəsində çəkişmələr və orada yaranması və ta süquta uğramasına qədər demək olar ki, bütün səhnələri Zaur Qəriboğlu işıqlandırıbdı. Amma Zaur Qəriboğlu'ndan fərqli olaraq mən bugün yeni dövrün Azərbaycanı və Mehriban Əliyeva layihəsini həyata keçirəcəm və bu layihə artıq hazırdır. Sadəcə bu layihənin yerlərdə, rayonlarda, bölgələrdə həyata keçirilməsi üçün dəstək istəyirəm. Və bu dəstəyi mən istəyirəm ölkənin aidiyyatı qurumlarından, prezidentin köməkçilərindən istəyirəm. Prokurorluqdan istəyirəm, baş prokurorluqdan. Mən bu dəstəyi istəyirəm İqtisadiyyat naziri Mikayıl Cabbarovdan. Mən bu dəstəyi istəyirəm Dövlət Təhlükəsizlik Xidmətindən. Mən bu dəstəyi istəyirəm Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdan və digərlərindən. Əgər sizin ölkə rəhbərinə az da olsa hörmətiniz varsa, bu dəstəyi mən sizdən görəcəm. Və bu dəstək ondan ibarət deyil ki, prezidenti söyəsən, Mehriban Əliyevanı söyəsən, təhqir eləyəsən. Xeyr, bugünkü gün içi siz qarışıq. Yəni məmurlar qarışıq. Yeni dövrün Azərbaycanı və Mehriban Əliyeva layihəsinin həyata keçirilməsinə köməklik göstərmənizi mən sizdən artıq dərəcədə xahiş edirəm. Eyni zamanda prezident administrasiyasının rəhbəri Samir Nuriyev cənablarına mən xahiş edirəm. Və inanıram ki, mənə bu işdə dəstək olacaqsınız. Çünki gəlin açıq danışaq. Ölkə rəhbərinin 44 günlük müharibədən əvvəl də, 44 günlük müharibədə də çox gərgin bir vəziyyətdə bizim torpaqlarımızın geri qaytarılmasında atdığı addımlar bugün tam şəkildə işıqlandırılır. Bugün Mehriban Əliyevaya biz dəyərincə qiymət verməyi bacarmamışıq. Bugün İlham Əliyevi biz dəyərincə qiymətləndirə bilməmişik. Və bunun üçün də bizlərə, ziyalılara çox böyük yük düşür. Mənim sizdən bir xahişim var. Sizdən fərqli olaraq, sizin ola bilsin kifayət qədər pulunuz var, mənim pulum yoxdur. Və ziyalıların əksəriyyətinin pulu yoxdur. Biz sizdən pul ummuruq. Sadəcə bizə dəstək olun. Biz ölkəmizin rəhbərini, ölkəmizin birinci vitse-prezidentini gördüyü işlər barədə Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda təbliğat kampaniyası aparaq, konferanslar aparaq, treninqlər aparaq və onların gördüyü işlər haqqında kinolar çəkək. Niyə axı biz elə düşmüşük Azərbaycan Xalq Cəbhəsi, Azərbaycan Xalq Cəbhəsi, çör tatı, vur tatı, çör tatı. Axı bu görülən işlər haqqında niyə məlumat vermirik? O ki qaldı, bəli, vətəndaşlar düzgün deyir. Ölkədə korrupsiya da var. Ölkədə rüşvətxorluq da var. Ölkədə hər bir qeyri-qanuni hər bir şey var.
Bunun da ötəsinə gəlmək üçün yenə maarifləndirmə işi aparmaq lazımdır. Bugün gəlin söyək, prezidentin anasına söyək, atasına söyək, Mehriban Əliyevanın atasına söyək, anasına söyək. Bununla Azərbaycan iqtisadiyyatı inkişaf eləyəcəkmi? Azərbaycan vətəndaşları inkişaf eləyəcəkmi? Xeyr, cahilliyə gedəcəklər. Hamısı cahil olacaqlar. Necə ki, indi Zaur Qəriboğlu tam irəli sürür ki, onun təhqir olunmasında, söyülməsində Müsavat Partiyasının əməkdaşlarının böyük rolu var. Bəlkə də Mehriban Əliyevanın da, prezidentin də təhqir olunmasında bəlkə həmin o İsa Qəmbərin əli var. Nə bilim, bilmirəm də bunların hamısını. Ona görə də biz insanları cahillikdən uzaqlaşdırmalıyıq. Biz insanlara göstərməliyik ki, İlham Əliyev bir prezident kimi Azərbaycan xalqının inkişaf etdirilməsində, onun iqtisadiyyatının, onun siyasətinin, onun mədəniyyətinin inkişaf etdirilməsində Mehriban Əliyevanın rolunu biz göstərməliyik. Biz aydın şəkildə treninqlər keçirməliyik. Biz xalqın arasında olmalıyıq. Biz dörd divar arasında etməməliyik bunu. Və bu layihənin həyata keçirilməsində mən inanıram, prezidentin köməkçiləri, Hikmət Hacıyevə mən səslənirəm. Mən sizdən çox xahiş edirəm. Və digər Kamran Əliyevə mən səslənirəm, baş prokurorumuz və digərlərinə səslənirəm. Hansı ki, əlinizdə səlahiyyət var. Bu layihənin həyata keçirilməsində bizə dəstək olun. Mən sizdən artıq dərəcədə xahiş edirəm. Və bir ildən sonra nəticəsini görəcəksiniz ki, bu xalq İlham Əliyev haqqında, Mehriban Əliyeva haqqında hansı fikirdədir. Amma bugünkü gün çox təəssüflər olsun ki, İlham Əliyev, Mehriban Əliyevanın adını çəkəndə çoxları görürsən sosial şəbəkələrdə təhqirlərə yol verirlər. Çünki niyə? Bilmirlər. O qədər problemlərlə üzləşibdir ki, elə bilir ki, bütün problemlərin hamısını yaradan Mehriban Əliyevadır. Bütün problemin hamısını yaradan İlham Əliyevdir. İnsanları bu cür, bu formada başa salmaq, öyrətmək o düzgün deyil. İnsanların fikrini formalaşdırmaq ki, İlham Əliyev bizim üçün neyiniyibdir? Mehriban Əliyeva bizim üçün Azərbaycan üçün neyiniyibdir? Bunlar haqqında ümumi məlumat verməkdir. Və bu sizin üçün sadə bir şeydir. Siz istəsəz, əlbəttə ki, kömək eləyərsiniz. Bir ziyalıya, hansı ki sizdən xahiş edir, bir ziyalıya kömək eləmək və bu layihənin həyata keçirilməsində bizə dəstək olmaq istəyən hər bir şəxsə mən dərin təşəkkürümü bildirirəm. Ölkədə baş verən siyasi hadisələr, iqtisadi hadisələr haqqında biz maarifləndirmə işi aparmalıyıq. Bugün çox sağ olsun bizim ölkə rəhbərimiz ki, ölkəni müharibəyə sürükləmədi. Baxın, deyirsiniz, demokratiya. Demək, Gürcüstana demokratiyanı Saakashvili gətiribdi. Düzdür? Saakashvili bugün türmədədir, amma heç onun, necə deyərlər, sayan o xalqı hardadır? Çıxarsın da Saakashvilini. Görürsünüzmü? Güclü dövlətlər istədiklərini eləyirlər. Bu güclü dövlətlərin qarşısında əgər bizim ölkəmizin rəhbəri bugün tab gətirib, duruş gətirib, onlara istənilən formada öz fikirlərini ifadə eləyirsə, biz cənab prezidentə dərin təşəkkürümüzü bildiririk. Biz ölkənin rəhbərini heç vaxt tək qoymamalıyıq. Biz ölkənin rəhbərinin ətrafında elə bir sıx birləşməliyik ki, ölkənin rəhbəri bizdən ruh alsın ki, bəli, belə bir xalqım var. Bu nədir? Təhqir, söyüş. Bir kəlmə söz deyirsən, başlayırlar təhqir eləməyə. Mən sizdən artıq dərəcədə xahiş edirəm. Düzdür, problemlərimiz çoxdur. Bu problemin həll olunmasında biz əlbir olmalıyıq. Sizlə bir yerdə olmalıyıq. Və siz bu problemin həll olunmasında bizə köməklik göstərməlisiniz. Məmurlardan xahiş edirəm. Mən Adil Əliyevdən, Suraxan rayon icra hakimiyyətinin başçısı şəxsən xahiş edirəm ki, kimisi öldürməyə 100 min, indi sosial şəbəkələrdə yayılır, 100 min, 200 min aparı verməkdən lazımdır. Bir il bizə möhlət verin və bu sosial şəbəkələrdə siz görəcəksiniz Mehriban Əliyeva haqqında hansı fikirdədir, hansı fikirdə olublar və hansı fikirdədir indiki cəmiyyət, indiki bizim gənclərimiz. Mən sizdən artıq dərəcədə xahiş edirəm. Bizə dəstək olun, bizə kömək olun. Bizi bu yolda bizə uğurlar arzulayın. Bu yol çətin yolda olsa, amma bizim üçün şərəfli, ləyaqətli bir yoldur. Və mən inanıram ki, mənim məmurlarımız, bizim məmurlarımız az da olsa bir nəticə çıxardıb kömək əlini əsirgəməyəcəklər. Bizə köməklik göstərəcəklər. Diqqətinizə görə sağ olun.